Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 2026-cı ildə monitorinq imtahanı verəcək 4-cü sinif şagirdlərinə dəstək məqsədi ilə hazırladığımız növbəti bədii mətnin izahını verəcəm. Bugünkü mətnimiz saçaqlı konfet mətnidir. Mətn əsasında 9 suala cavab tapacağıq. Dostlar, ilk öncə videomuzu bəyənməyi və ətrafımızda olan digər insanlarla paylaşmağı unutmuruq. Əlavə olaraq qeyd edim ki, bizim həm ödənişli, həm də ödənişsiz sınaqlarımız olur. Bunun üçün ekranda aşağı sağ tərəfdə görürsünüz 055 239 20 41 həmin nömrəyə yazaraq həm pulsuz formada monitorinq kanalına qoşula bilərsiniz, həm də ödənişli formada sınaqlar barədə məlumat əldə edə bilərsiniz. Sınaqlar həm PDF şəkildə olur, həm onlayn versiyada olur. Yəni müəllimlər PDF şəkildə alıb printerdən çıxartırıb sinifdə də işlədə bilər 60 suallıq sınaqları, həmçinin şagirdlər özləri, yəni valideynlər tərəfindən sınağı alaraq evdə onlayn şəkildə də işləyə bilərlər. Dostlar, öncə mən mətni sizə göstərəcəm. Mətni özünüz videonu saxlayaraq detallı şəkildə oxumalısınız. Yəni mən təbii ki, burada mətni oxumaq niyyətində deyiləm. Özünüz daha rahat formada oxumalısınız və qeydlərinizi götürməlisiniz mütləq surətdə. Birazdan təbii ki, sualları görən zaman videonu saxlayıb təkrar geri qayıdıb mətnə buradan baxıb həmin hissələri dəqiqləşdirib sualların cavablarını tapa bilərsiniz. Mən bir qədər indi aşağı düşəcəm. Siz qeyd etdiyim kimi videonu saxlayaraq oxuyursunuz ki, hər hansı bir hissə nəzərdən qaçmasın. Mətn bir qədər böyükdür. İmtahanda da böyük mətnlər düşür. Buna hazır olmaq lazımdır. Ona görə biz də bunu nəzərə alaraq bir qədər böyük mətnlər tərtib edirik əsasən imtahanlarda. Bu mətnimizin ikinci hissəsidir. Dostlar, bir də qeyd edim, mətndə bax belə çərçivəyə alınan hissələr olanda, bax buna da diqqət yetirin. Bilin ki, bununla bağlı hansısa bir sual olacaq. Artıq diqqətinizdə olsun. Həmin hissəni daha diqqətli oxuyun. Sonra ola bilər ki, hansısa söz qalın hərflərlə verilər və yaxud da altından xətt çəkilir. Bax, bu məqamlara diqqət yetirməyimiz vacibdir. Çox maraqlı və təsirli bir hekayədir Saçaqlı konfet. Hər birinizə yəni oxumağı, incələməyi tövsiyə edirəm. Əgər tam oxudunuzsa, yəni videonu saxlayaraq qeyd etdiyim kimi özünüz oxumalısınız. Biz yavaş-yavaş suallarımıza keçid edərək izahlar verə bilərik dostlar. Dördüncü sualdan başlayırıq. Niyə 4-dən başlayırıq? Çünki ilk 3 sualımız imtahan üzrə lövbər sualdır. Onu da başqa videolarda paylaşmışıq. Deməli, 4-cü sualımız belədir. Atasının qayıdışı Nurtac üçün həm sevincli, həm də kədərli olur. Çünki atası qəhrəman kimi qayıdır, amma bir qolunu itirmiş halda. Yəni düzgün cavabımız C variantı olur. Ona görə sevinclidir ki, atası evinə qəhrəman kimi qayıdır. Ona görə kədərlidir ki, atası bir qolunu itiribdir müharibədə. 5-ci suala baxırıq. Nurtaçgilin mənzili hansı binadadır? Mətnin əvvəlində qeyd olunur ki, Nurtaç 5 mərtəbəli binada yaşayır. Bu məntiqə əsasən siz Nurtaçgilin binasını tapa bilərsiniz. Diqqət yetirin, məsələn, birinci 3 mərtəbəlidir. Amma B variantı 5 mərtəbəli binadır. 1, 2, 3, 4, 5. Yəni ona görə düzgün cavabımız B variantı olur dostlar. 6-cı sual. Nurtaç haqqında doğru fikirləri seçin. Bizə doğru fikirlər lazımdır. Birinci bənd, nə bacısı, nə də qardaşı var idi. Bəli, bu doğrudur. Deyir, evin tək övladı idi. Evin tək övladıdırsa, əlbəttə ki, nə bacısı, nə də qardaşı var. Deməli, birinci doğrudur. 2. Saçaqlı konfetləri heç sevmirdi. Yanlışdır. Çünki saçaqlı konfetləri xüsusilə sevirdi. 3. Heç vaxt televizora baxmırdı. Bu səhvdir. Zaten atasını televizorda görmüşdü. Deməli, bu da yanlış fikir olacaq. 4-cü bənd. Qapı zənginə əsasən atasının gəldiyini duyurdu. Bəli, bu da mətndə qeyd olunur. Deməli, doğru fikirlər 1-ci və 4-cü olacaq. C variantı düzgün cavabımızdır. 7-ci sual. Atası müharibədə olan zaman Nurtacın bərk sevinməyinin səbəbi nə olmuşdu? Mətndə qeyd olunur, əslində həmin dövrdə Nurtac heç sevinmirdi. Anasına müxtəlif suallar verirdi. Atasının gəlməyini istəyirdi, amma bir dəfə sevinmişdi. Çünki atası yuxuda ona saçaqlı konfet gətirmişdi. Mətndə də qeyd olunduğu kimi. Bu onun müharibə olan zaman yeganə sevindiyi hal idi. 8-ci sual. Çərçivədə verilmiş hissəyə aid olmayanı seçin. Dostlar, bayaq qeyd etdim, yəni çərçivə olan hissələrə xüsusi diqqət yetirməlisiniz. Çərçivədə müəyyən bir məlumat var. Orada itirilmiş torpaqların bərpası, öldürülmüş insanların qisası, vətən oğullarının şücaəti haqqında məlumat var.
Amma Nurtacın darıxması haqqında məlumat yoxdur. Yəni çərçivəyə alınan hissədən söhbət gedir. Sual 9. Mətndən verilmiş ifadələrdən hansı məcazi mənada deyil? A variantı insanların qələbəni bayram etməsi. Bəli, düzgün cavab A variantı olacaq. Burada məcazi mənalı bir söz yoxdur və yaxud birləşmə yoxdur. B variantı bombaların səsindən yer-göyün lərzəyə gəlməsi. Yer-göyün lərzəyə gəlməsi, müharibənin hamını vahiməyə salması, vahiməyə salmaq, yəni qorxutmaq mənasında. Sonra yaralı əsgərlərin gözə dəyməsi, yəni görünməsi mənasında. Bəli, burada məcazi mənalı fikirlər görürük, amma A variantında rast gəlmədik. 10-cu sualımıza qədəm qoyduq. Mətndə baş verən hadisələrin ardıcıllığını müəyyən edin. Birinci bənd Nurlanın televizorda göstərilməsi. İkinci bənd ananın qızına atasının igidliyindən danışması. Üçüncü bənd Nurtacın atasının bir qolunun olmadığını anlaması. Dördüncü bənd atasının qızı ilə tapmaca oyunu oynaması. Əlbəttə ki, əvvəlcə ata qızı ilə tapmaca oyunu oynayır, hansı ki hələ müharibəyə getməyib. Yəni bunu tam əvvələ yaza bilərik. Sonra ə, Nurlanın televizorda göstərilməsi. Qızı, atası Nurlanı televizorda görür. Sonra anası qızına atasının igidliyi haqqında danışır. Hekayənin sonunda da Nurtac görür ki, atası Nurlanın bir qolu yoxdur. Deməli 4, 1, 2, 3. C variantı düzgün cavab olacaq. Dostlar, burada olan sual tipləri struktur olaraq imtahanınıza çox yaxın olacaq. Yəni bunu bildirim. İl ərzində işlətdiyimiz sınaqların oxşar versiyaları sizin imtahanda təklif olunacaq. O demək deyil bu mətn düşəcək. Başqa bir mətn olacaq, amma sualların strukturu, quruluşu, bu tipli testləri çox işləsəniz, çox baxsanız, vərdiş edəcəksiniz, imtahanda işiniz daha rahat olacaq. 11-ci suala baxırıq. Mətnə ən uyğun kəlam hansı ola bilər? Mətnə ən uyğun kəlam, hikmətli söz. B variantı olar. Uşaq atasından konfet gözləyər, vətən isə ondan igidlik. Bəli, B variantı bu mətnə ən uyğun kəlam kimi qiymətləndirilə bilər. 12-ci suala baxırıq, dəyərli dostlar. Hansı hədiyyənin atasının Nurtacı aldığını dəqiq deyə bilmərik? Digərləri dəqiqdir, əslində müxtəlif formada hədiyyələr alıb. Amma o hədiyyənin adı mətndə qeyd olunmayıb. Deyir ki, kiçik əl dəsmalı var idi. Şar var idi. Gəlincik var idi. Amma oyuncaq tapanca, su tapancası da deyə bilərik. Bunun adı qeyd olunmur orada. Şirniyyatlar qeyd olunur və s. Bəlkə bunu da alıb, amma biz bunu dəqiq deyə bilmirik. Çünki mətndə bununla bağlı məlumat yoxdur. Dəyərli dostlar, dəyərli ibtidai sinif müəllimləri, dəyərli ibtidai sinif şagirdləri, bizim 4-cü sinif şagirdləri üçün xüsusi test toplularımız var. Bunu bütün izahlarımızın yekununda bildiririk. Monitoring birinci və ikinci hissə. 2 dənə kitabdır. Kitabın əsas özəlliyi odur ki, həftələr üzrə bölünüb, yəni həftə 1, həftə 2, həftə 3 və s. 32 dənə belə həftəlik var. Hər ayın sonunda 1 aylıq sınaq var. Yarımilliyin sonunda yarımillik sınağı var və Azərbaycan dili, riyaziyyat fənləri paralel gedir. İçində qrammatika suallarına da yer vermişik. Ola bilər ki, imtahanın strukturu dəyişər, qrammatikadan da bir neçə sual növbəti ildə düşə bilər. Yəni buna da hazır olmaq lazımdır. Ona görə bu kitabdan istifadə etməyinizi tövsiyə edirəm. Qrammatika suallarından da növbəti illərdə suallara rast gələ bilərik. Sinif olaraq kitabı götürsəniz, hansı ki artıq yüzlərlə məktəb bu kitabdan istifadə edir. 10 mindən çox şagird bu kitabdan faydalanır. Sinif olaraq götürən zaman ayda bir dəfə 60 suallıq monitorinq sınağını bizdən pulsuz qazanırsınız. Yəni il sonuna qədər biz bu dəstəyi sizə göstəririk. Ola bilər sinif götürmürsə hər hansı bir şagird özü də ala bilər. Qiyməti standart 15 manatdır, postdan pulsuz göndəririk. Başqa yerlərdən kimsə alıb sizə daha baha qiymətə sata bilər, amma bizdə qiymət yəni çox münasibdir. Əlavə olaraq sinif üzrə götürsəniz, bizim əlavə endirimlərimiz də var. Yəni şagird sayına görə endirimlər də edirik. Belə, maraqlı olsanız ekranda nömrəni görürsünüz. Aşağı sağ tərəfdə də var, yuxarıda da var. 055 239 20 41. Kitab çox mükəmməldir və ən əsası odur ki, çox az kitabda rast gəlinən bir özəlliyi var. Bütün sualların video izahı. Yəni hansı suallar şagird çətinlik çəkir, birbaşa QR kodları oxudaraq sualların izahına dənə-dənə baxa bilir. Yəni bu özəlliyi də kitabı çox fərqləndirir digər kitablardan. Belə dəyərli dostlar, videomuzu bəyənməyi və ətrafınızda olan digər insanlarla da paylaşmağı unutmursunuz. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.